ölüsünə Quran oxutduran, şiyələrə lağ edib, şirk əhli adlandıran əhli sünnə. Deyirsiniz ki, ölülər heç nə eşitmir deyə, Quranın heç bir faydası yoxdur onlara. Ölülər eşitmirsə, səhih dediyiniz kitabda Peyğəmbər ölülərə necə eşitdirir sözünü? Hədisi sona qədər dinləyək. Əbu Təlhə rəvayət edir ki, Bədir günü Peyğəmbərin əmri ilə Qureyşlilərin başçılarından 24 nəfərini Bədirdəki suyu çəkilmiş, zirzibil dolu çirkli bir quyuya atdılar. Peyğəmbər düşməni məğlub etdikdən sonra 3 gecə ərsədə qalardı. Bədirdə qaldığı 3-cü gün dəvəsini yola hazırlamağa əmr etdi. Dəvə lazımi şeylərlə yükləndikdən sonra Peyğəmbər yola düşdü, əshabələri də onun arxasınca yola çıxdılar və bir-birlərinə dedilər. Deyəsən o, yerinə yetirmək istədiyi bir işin dalınca gedir. Nəhayət o, gedib quyunun kənarında dayandı və onları həm öz adları ilə, həm də atalarının adları ilə çağırıb dedi. Ey filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs, vaxtında Allaha və onun rəsuluna itayət etsəydiniz, indi bu sizi sevindirməzdimi? Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? Bunu eşidəndə Ömər dedi, Ey Allahın elçisi, sən cansız cəsədlərlə mi danışırsan? Peyğəmbər buyurdu, canım əlində olan Allaha and olsun ki, siz mənim dediklərimi onlardan yaxşı eşitmirsiniz. Əl-Buxari, 3976-cı hədis. Bəyənib paylaşmağı, rəy yazıb abunə olmağı unutmayın.